üçbucaq formada pişiyin dərisini soyub, Ölümünə səbəb olursa 1500 manatdan 2000 manata qədər cərimə nəzərdə tutulur. Pişiyə baxın, iki yerdən deşilib heyvan, bir buradan, bıçaqla deşilib, göstər, deşiklərə baxın. Binəqədi rayonu 9-cu mikrorayonda Zeytun bağlarının yaxınlığında naməlum şəxs pişiyi və onun balalarını işgəncə verərək öldürüb. Naməlum şəxs pişiyə bıçaq və qayçı ilə zərbələr endirib, dərisini soyub. Hadisədən sonra sakinlər qorxu içindədirlər. Bu gün heyvanın başına gələn, sabah bir canın başına gələcək, bir insanın başına gələcək. Hədələyən insanı da bilirik, əlbəttə ki, o kamerada düşüb. Bilirik, harda işləyir, parkovkada durur. Onun videoları çəkilib, necə ki, başını örtüb kapüşonla qaçır. Biz onu saxlamaq istəyirik. Bir insanın qorxusu yoxdursa, bir hadisə törətməyibsə, o niyə qaçmalıdır ki? Hara kimi qaçasan, Hara kimi qaçasan? Hara kimi qaçasan? Hadisə şahidlərinin sözlərinə görə naməlum şəxs pişiyin üzərində üçbucaq formasında kəsik edib. Ağ parçanı da bu formada kəsərək qanlı şəkildə digər sahibsiz heyvanların olduğu yerə atıb. Üçbucaq formada pişiyin dərisini soyub, divarda barmaqla Alman faşist znakı işarəsi çəkmişdilər. Yerdə isə ağ əskidən bir üçbucaq bir işarə qoymuşlar qanlı əski ilə. Təzəlikcə də həmin 9-cu mikrorayonda bir pişiyin də boğazını kəsiblər. Bir pişiyin də 4 yerə bölünüb. Bu tipli hadisələr tez-tez baş verir. Əgər onların şikəst qalmasına təsir edirsə 1000 manatdan 1500 manata qədər, ölümünə səbəb olursa 1500 manatdan 2000 manata qədər cərimə nəzərdə tutulur. Kütləvi olaraq misal üçün çox şiddətli şəkildə bəhs edən hər hansı bir ağrı verici əməllərdən söhbət gedirsə, yəni artıq bu kritik duruma gəlibsə, cinayət